Hər vaxtınız xeyirli olsun. Hər birinizi salamlayırıq, hörmətli dinləyicilər. Dalğa FM radiosuna xoş gəlmisiniz. Həm siz, həm biz sizin olduğunuz məkandan əgər bizi dinləyirsinizsə, demək ki, bizimlə eyni dalğadasınız. Bu gün də verilişimizdə, radiomuzda o musiqinin sədaları altında dalğalanacaq əlbəttə ki, səslər, avazlar və bu gün Azərbaycanın qədim musiqi aləti və elə bizim səsimizə, sənətin səsi verilişində elə biz hər zaman elə sənətkarlarla görüşdürürük ki, həm o ifaları ilə, həm səsləri ilə seçilirlər və bu gün də məhz insan səsinə ən yaxın olan musiqi alətlərimizdən olan kamança musiqi alətindən danışacağıq və ara-sıra biz mütəmadi olaraq bu sənətin daşıyıcılarına, nəsildən nəslə ötürülən bax bu kaman ifaçılıq sənətinə, hansı ki artıq UNESCO-nun da qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bax bu sənətimizi yaşadan ustadlarımıza hər zaman müraciət edirik. Verilişlərimiz Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarında yerləşdirilir. Oradan da sonradan həm də canlı dinləmək şansınız olmursa oradan izləyə bilərsiniz. Albert Einstein'ın bir maraqlı bir sözü var. O deyib ki, yaxşı müəllim həqiqi bir sənətkardır. O sadəcə öyrətmir, ruhlara toxunur. Ruhlara toxunan, sarı simə toxunan, insanın qəlbinə toxunan, əlbəttə ki, bu musiqi aləti ilə kaman ifaçılıq sənətinə uzun illərdir ki, öz tövhələrini verən, həm müəllim kimi də, elə bax dünən müəllimlər günü idi və bütün başda əlbəttə ki, öz müəllimlərim olmaqla bütün müəllimlərimizin qarşısında baş əyirik və bugünkü qonağımız da həm sənətkardır, həm də ustaddır, ustad bir müəllimdir. Kaman ifaçılıq sənətində bir xanım sənətkar olaraq bir çox yeniliklərə imza atmış və uzun illərdir ki, həm də bu sənəti öz tələbələrinə, öz davamçılarına ötürən və bu gün də elə tələbələri ilə bizim verilişimizə gələn əməkdar artist, gözəl kaman ifaçımız Fərdə xanım bugün bizimlədir. Fərdə Məlikova, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Mən də öz növbəmdə fürsətdən istifadə edib müəllimlik şərəfli adını daşıyan bütün müəllimlərimi, başda ustadlarımızı, öz işlədiyimiz Mədəniyyət və İncəsənət Universitetinin rektorumuz Ceyran xanım başda olmaqla, Ümid müəllim başda olmaqla bütün sənətkarlarımızı təbrik edirəm. Ruhlarından ruh qatıb bu tələbələrə öz içlərindən gələn həyatlarının bir hissəsini bu şərəfli yolda gözəlliklərini tələbələrə aşılayan bütün müəllimləri səmimi qəlbdən təbrik edirəm. Qatılıram Fərdə xanım. Bugün sizin timsalınızda biz bütün müəllimlərimizə təşəkkür edirik. Çünki elə bir mövzudur ki, elə bir sənətdir ki, gələcəyə toxunursunuz. Çünki gələcəyi yetişdirirsiniz. Bugün ustadlar əlbəttə ki, özündən sonra bir məktəb yaradaraq bax bu ifaçılıq sənətini istər kamançamız olsun, istər digər milli alətlərimiz olsun, yaşadırsınız, gələcək nəsillərə ötürürsünüz. Və böyük işlər olub, böyük nailiyyətləriniz var. Bütün bunlardan danışacağıq. Amma mən söylədim ki, bugün Fərdə xanım tək deyil, elə müəllim ustad olaraq həm də tələbələri ilə buradadır. Və sonradan video versiyamızda izləyicilərimiz onları görəcəklər. Və hələlik isə radiodan bizi canlı dinləyənlər var. Onların da diqqətinə çatdıraq ki, tələbələr də buradadır. Onlar da mikrofon qarşısında hazırda əyləşiblər. Daha sonra iki kaman ifaçısı tələbə olaraq və həm də o həyatın da nəbzi, musiqinin də nəbzini tutan əlbəttə ki, nağara ifaçısı da buradadır. İstərdim Fərdə xanım, siz təqdim edərdiniz elə onları. Çox məmnuniyyətlə. Mən çox birinci sizə təşəkkür edirəm ki, siz Üzeyrin Hacıbəyevin sözü ilə başladınız ki, insan səsinə yaxın olan kaman aləti və o kamana insan səsinin ruhunu qabarıq surətdə verən bir alət kimi qeyd eləmişdi. Onu çox gözəl qeyd elədiniz və mən də düşündüm ki, Üzeyir Hacıbəyevin ruhuna, onun ruhuna bizim bir vicdani borcumuz, bir mənəvi borcumuz var. Və çox gözəl bir onun duhasından, kamanın duhasından gələn Üzeyir bəyin bütün əsərlərini biz burada işləyəndə mən bu Yusif
tələbəmizlə orada tanış oldum. Nağara ifaçımız Yusuf, xoş gəlmisiniz. Onunla birinci kursuydu, artıq ikinci kursdu, illər tez keçir. Bəli. Maşallah deyim ki, bizim nəbzimizi elə tutdu ki, mən artıq başqa bir ifaçıya müraciət eləməli olmadım. Ay, Və ona maşallah. bu yolda, bu doğrudan da həqiqətən də mən fikirləşirəm ki, musiqinin nəbzi gözəl ifa olunanda o musiqiçiyə də çox gözəl Mütləq. ilham verir Bəli, bəli. və o bütün yaradıcılığında inkişafını göstərə bilir. Bəli, və Bugün tələbələrimizə və tələbələrim. Mən onları xüsusilə qeyd eləmək istəyirəm. Niyə görə? Çünki artıq mənim illərlə bəslədiyim bir tələbəm var burada. Həm də ki, ən balaca mənim tələbələrimdəndir. Mən ona elə bilirəm ki, o elə hər zaman elə mənim qarşıma necə ki 3-cü sinifdən gəlib. Belə bil ki, böyümür mənim üçün. Balalım kimi saxlayıram. Adı Məleykədir. Aha. Və bu illərin bilirsiniz ki, çox böyük balla magistra qəbul olub. Nə gözəl ki, həm pulsuzluq oxuyur, həm də ki, çox böyük nailiyyətlər əldə eləyib. Mən onu səhnələrimizdəki onun ifaları, onun qoyduğu özünün dəsti xətti, onun kamal üsullarını əks eləməsi onun sənətinə də böyük təsir eləyib. Və bu günləri mən deyərdim ki, məslək dostum. Qoy mən belə deyəm, tələbələr arasında mən onunla bölüşəcək məslək dostum, həm də ki, tələbəm. Bilirsiniz ki, həm də ki, bizim musiqi məktəbinin həm də direktorudur. Bizim Ağdam Musiqi Məktəbinin direktorudur. Magistr tələbəmdir. Çox böyük potensial imkanlara malik Xətaya xanım. Mən Xoş istəyirəm gəlmisiniz, hər biriniz. gələcəyimizdə bu insanlar öz sözlərini demiş bir insanlar olacaqlar. Mən Əlbəttə. o cür görürəm. Bəli. Və mən onlara tələbə kimi deyil, mən onları səhnədə ifaçı kimi yetişdirib və səhnəyə yaraşan bütün insani keyfiyyətləri də əks eləyirik biz onlarda. Bəli, xoş gəlmisiniz hər biriniz. Çox şadıq. Yaxından da tanış olacağıq, sizi də eşidəcəyik, duyacağıq. Fərdə xanımın yaradıcılığında həm də bir çox məqamlar var, onlara da toxunacağıq. Gözəl kompozisiyalar lentə almısınız. Onları da səsləndirəcəyik, canlı ifadə olacaq. Görüntülü versiyada artıq görürlər ki, Fərdə xanım və tələbələr Kamal canı bir kənara qoymayıblar. Onlar hər zaman o ən yaxın sirdaşınız kimi sizinlədir. Və əlbəttə ki, o hisslərə toxunmaq, o musiqi alətindən adi bir taxta parçasından o qədər böyük bir hikmət, o qədər böyük bir sənət, həriqələr yəni yaradırsınız. O da əlbəttə ki, sizin ürəyinizin böyüklüyü və ustad kimi sənətkarlığınızın da o peşəkarlığıdır. Və bu il ümumiyyətlə musiqiçilərimizdə madəm ki, elə biz Üzeyir bəyin kəlamı ilə başladıq, dahi Üzeyir bəyin bu il 140 illiyidir və dövlət səviyyəsində qeyd olunmaqdadır. Bir sıra silsilə tədbirlər keçirilir və bu silsilə tədbirlər içərisində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş ilk konsertlərdən verən, bəlkə də elə birincisi Fərdə xanım siz olmusunuz və mənim yadımdadır həmin tədbiriniz də, konsertiniz də çox uğurlu alındı və əlbəttə ki, bu cür silsilə tədbirlər istər musiqi festivalıdır, yəni keçirilir, davam etməkdədir. Bəzən doğrudan da düşünürsən ki, heç bir sözə ehtiyac olmadığı an məhz bu anlardır ki, sənin bax o iç aləmini əks etdirən gözəl musiqini sırf yalnız musiqi aləti ilə, o instrumental musiqiyə bəzən söz burada artıq müdaxiləsinə ehtiyac belə qalmır. Ələkbər Tağıyev musiqisi və bu əsəri ifa etmişsiniz artıq 5 ildən çoxdur. Bəli, mən bunu bizim bilirsiniz ki, 5 ildir mən bu şəhid anaları inanam. Bəli. Belə bir deyim var, deyir, sevinci bölüşərsən çoxalar, kədəri bölüşərsən azalar. Mən də fikirləşdim, onların ürəklərinə məlhəm, onların kədərlərini azaldacaq bir musiqini sən gəlməz olduğundan Ələkbər Tağıyevin gözəl bir əsəri ilə onlar üçün bir hədiyyə olaraq onlara verim və mən düşünürəm ki, hər dəfə onlar bu musiqiyə qulaq asanda həqiqətən də deyir, ürəyimizə məlhəm olur. Mən də düşünürəm, əgər azacıq da bu sənətimlə onların qəlblərinin
o sarı telinə bir sığal çəkə bilirəmsə, bir təsəlli verirsinizsə, əlbəttə ki, bu nə xoş sizə. Bugün kaman ifaçılıq sənətindən danışırıqsa və sizin də həm layiqli davamçılarınız var. Onlar bugün bizimlə studiyada da əyləşiblər. Elə sizi də eşitmək istərdik. Mikrofonu özünüzə yaxın çəkərdiniz və artıq bir uzun illərdir bir sənət yoluna çıxmısınız. Fərdə xanımla birlikdə, onunla uzun bir sənət yolu keçmisiniz. Ən çox bax istərdik o dərslərdəki, məşqlərdəki prosesdən bizə danışasınız. Çünki bayaq da verilişimizin əvvəlində söylədik ki, o müəllimlər günü ərəfəsidir deyə. Elə Fəridə xanımı bir müəllim kimi, bir ustad kimi də dinləyicilərimizə, izləyicilərimizə sizin dilinizdən tanıdaq. Təşəkkür edirəm, çox sağ olun. Mən 2-ci ildə artıq Fəridə xanımın tələbəsiyəm. Ancaq 2-ci yox, elə bilirəm 12-ci, 22-ci ildir ki, Fəridə xanımın yanındayam. Çünki o qədər böyük, necə deyərlər, zövq alıram, o qədər böyük mənə həvəs gəlir ondan dərslə məşğul olanda. Məsələn, bu yay tətilində, elə deyəcəm, qoy müəllimə də bilsin, bir əsər var idi. Çətin bir əsərdir, həqiqətən. Çox doğrudur. Kamançı ifaçılar demək olar ki, onu risk eləyib götürmürlər. Hansı əsərdir? Ramiz Mirişlinin konsertidir. 3 hissəli böyük bir konsertdir. Kamança üçündür. Bəli, kamança, tar üçündür. Amma işləmədi. Mən onu düzü biraz gözüm qorxdu, dedim çatdıra bilmərəm. Biraz iş, biraz ev, biraz müəllimə yay boyu məni ancaq o narahat olma qızım. Bax, elə öyrədəcəm ki, bax, orada heç nə yoxdur. Elə bir gizlin yollarla sənə göstərəcəm ki, sirləri deyəcək. Mən hər dəfə istədim müəlliməyə ki, nə olar, müəllimə təkrar götürün, bəlkə daha rahat. Dedi, yox, mən sənə demişəm, bu səndə alınacaq və mən sənə bunu elə öyrədəcəm ki, çox rahat. İnanırsınız, mən artıq 12-ci hissəsini ifa edirəm. Qısa bir 15-20 gündə hələ dərs başlayıb. Müəllimə elə onu göstərdi, elə orada barmaqlar, işarələr göstərdi ki, mən özüm də məhtəl qaldım ki, yəni öyrənə bilərmişəm. Mənə çox çətin gəlirdi. Yəni bizim dərsimiz bir dərs kimi yox, artıq o dərslikdən çıxır. Biz saatlarla bir yaradıcılıq mühitdir. Xırda bir necə deyirlər, xanənin üstündə biz elə olur ki, müəllimə onu 4 dəfə, 5 dəfə fərqli metodlarla göstərir ki, görüm qızım, bax bunu eləsən daha yaxşı olar, onu göstərsən daha yaxşı olar. Çox maraqlı dərs sistemimiz gedir. Həqiqətən mənim dərsim 45 dəqiqədə, amma mən gəlirəm 2-də, 6-da mən oradan çıxa bilirəm. Gözləyirəm valla. Müəllimə bütün uşaqlarla məşğul olur. Gözümü tikirəm barmaqlarına, deyirəm müəllimə. Gör götür zəmanəsidir. Nə uğurlasam qənimətdir. Yaxşı mənada istifadə edin. Bəli, barmaqları uğurlayırıq da. Mən uşaqlara bir dənə söz deyirəm, üzr istəyirəm xəta. Buyurun. Mən ümumiyyətlə deyirəm, uşaqlar, məndə nə var, o çəkin məndən sorun ki, o dünyaya heç nə özümdən aparmayım. Həqiqətən, doğrudan da valla. Çünki nə qədər qaldıqca mənə ağırlıq edir. Mən hər dəfə indi elə danışdı ki, həqiqətən onun heç özü də bilmədi necə öyrəndi. Onu elə sığallaya. Bilirsiniz, müəllim həm də psixoloq olmalıdır. Düzdür. Mən ona asan yolda öyrədə bilərdim. Amma deyirəm, zaman gəlicə deyəcəksən ki, bu konserti mən ifa eləmişəm. Razıyam, eynən. Siz təkrar bir əsər də götürə bilərdiniz, amma əlbəttə ki, bugün artıq siz təşəkkür edirsiniz ki, siz hər kəsin cürət etmədiyi bir əsəri, Ramiz Mirişlinin bir konsertini ifa etdiniz və bu da əlbəttə ki, bir məktəbdir. Bilirsiniz, hansı konsertdə qoyun, bulaq verilişində belə həmişə Ramiz fon musiqidə gedən konsertdir. Çox gözəl bir konsert. O konserti Allah qoysa sizi çağıracağam. Mütləq. Konsert verəcək. Nə gözəl. Sevə-sevə mütləq gözləyirik. Bütün hissələr olacaq. Bütün. İndi ikinci hissəni işləyirsiniz. İstərdik gözəl xanımımızı, bizim Məlikə qızımızı da eşidək. İkinci kursdur artıq. Birinci kursdur. Magistrın birinci kurs tələbəsisiz. Sizin üçün bax Fəridə xanımı bir ustad kimi özəlliyi və ən çox belə deyək də sırğa kimi qulağınızdan asdığınız hansı ifadəsi, hansı məsləhəti bugün daha çox yaddaşınızdadır? Salamlayıram hər kəsi, dəvətiniz üçün çox sağ olun. Mən Fəridə xanım haqqında nə qədər danışsam azdır, ürək dolusu danışaram. Çünki mənim ta balacalıqdan indiyə qədər zamanım keçib ondan. Artıq magistrın birinci kursundayım. Yəni bakalavrda sizi də oxuyur. Bəli, musiqi məktəbində 8 yaşımdan və 8 yaşımdan Fəridə xanımın yanındayım. Mənəvi ananızdır da həm də. İkinci anam kimidir. Biz dərsdə təkcə dərs kimi yox, ana bala kimi uğurlarımızı başqa cür ola da bilməz. Bəli.
həyat yolu keçir bizə, dərs keçir, məsuliyyət öyrədir. Xətayən dediyi kimi saatlar necə keçir dərsdə heç bilmirik. Yəni uğurlarımıza sevinir, efirlərə, səhnələrə bizi çıxardır hər dəfə. Bax, çox sağ gözəl olsun. vurğuladınız. Mən bir haşiyəyə çıxmaq istərdim ki, dinləyicilərimizə də sonradan bizi izləyənlərə də söyləyim ki, hətta bunu tələbələr də eşitsinlər. Müəllimimizin, ustadınızın həqiqətən də qədrini bilin. Çünki mən Fərdə xanımla ötən həftə biz danışanda Fərdə xanımı dəvət etmək istəyirdi ki, gözəl bir veriliş edək, bir müəllimlər günü ərəfəsidir, səhərsi günüdür. Fərdə xanım dedi ki, bəs qoy mən tələbələrimlə gəlim. Yəni etiraf edəcəm, yəni biz tələbələrlə düşünməmişdik əslində. Amma Fərdə xanımın öz istəyi ilə, öz təkidi ilə, öz tövsiyəsi ilə və bax sizə necə o konserti təriflədi, siz onu elə də mənə sizi təriflədi ki, bir dənə ifa təqdim edəcək. Bir dənə tələbələrə nağara ifaçısını deyir, yəni onsuz mənim ritmim, həyatımın ritmidir də. Yəni ustad, sənətkar bax belə olmalıdır. O təkcə müəllim kimi dərsini verdi və salam notu bağladı, getdi deyil. O həyatdan kənarda, dərsdən kənarda da o sizinlə yaşayır, sizinlə düşünür və nə yaxşı ki, bugün siz birlikdə gəldiniz və hətta maraqlı bir kompozisiya təqdim etməyi məşq də etdik. Efirdən qabaq da məşq etdilər və çox böyük bir məsuliyyəti hiss edirəm ki, necə məsuliyyətlə yanaşırsınız Fərdə xanım. Əslində uzun illərdir bu sənətdəsiz, amma o məsuliyyət sizi tərk etmir. İnanın ki, biraz haşiyədən də çıxsam, doğrudan bəzən insanlar sizin o 10 dəqiqəlik işi ki, təqdim edirik, onun arxasında elə bir böyük bir bariyerlər var, elə böyük bir işlər var ki, indi hətta bir 6 dəqiqəli bir musiqi ilə müraciət edəcəyik Üzeyir Hacıbəyev duhasına. İnanın ki, mən özüm hər dəfə o dahiyə, əsl dahi sözü biçilib o insanın qüdrətinə. Hər dəfə deyirəm ki, biz xoşbəxt bir millətik ki, bizim Üzeyrimiz var. Biz xoşbəxt bir insanıq ki, onun duasından qidalana bilirik. Bu insanın xəzinəsindən nə qədər toplayırsan, qurtarmaq bilmir. Bəli. Günü bugün də onun yeni əsərləri üzə çıxır. Hələ də araşdırılır. Məsuliyyəti, bax, biyaqlarım, özünüz gördünüz də, hər detalını, hər bir qarmoniyasını, indi onları, hərəsinin öz partiyasını o qədər bilirsiniz, naxış kimi işləyirsən ki, bir dənə cizgini istəyirsən dəyişəsən, elə bir ki, onun naxışları pozulur. O elə bir dəsti xət qoyub ki, mükəmməl. Yəni sanki ona o toxunulmazdır da. Həqiqətən də onun əsərləri toxunulmaz. Onlar toxunulmazlar. Dəyişilməyərək, kantadan çıxmayaraq. Onlar əbədi yaşarlar. Bəli. Onlar, mən hərdən öz-özümə deyirəm ki, görün nə qədər balaları var, görün nə qədər nəvələri, nəticələri var. İnanın ki, hər birimiz onun duası qarşısında o bir borcumuz vardı. Onu verə bilsək, böyük bir dənə Üzeyir dünyası əmələ gəlir. Bəli, bu il 140 illidir bizim dahi bəstəkarımız. Zamanında mənim də rektorum olmuş, bizim gözəl pianoçumuz, xalq artisti Fərhad Bədəlbəylinin bir sözü var idi. O, mən necə tələbəlik illərindən sonra qonağım olmuşdu. O sözü günü bugün də mənim qulağımdadır ki, demişdi ki, biz hər birimiz Üzeyir bəyin çörəyini yeyirik. Və bunun dərk edilməsi böyük bir həqiqətən də sözdür. Bax, siz də söylədiniz, o vicdanla, yəni o əsərlərə müraciət etmək, onlara xələl gətirməmək, əlbəttə ki, o artıq vicdan məsələdir. O borc, mənəvi bir borc insan hesab edir. Çox şükür ki, bugün Üzeyir bəyin də ruhu şaddır. Şuşada musiqi festivalları keçirilir. Və sizin də bu il Üzeyir Hacıbəylinin 140 illiyinə həsr etdiyiniz möhtəşəm bir layihə oldu. Hələ də davam edir və gözlənilən bir tədbir, daha bir konsert olacaq. Ucundan qulağından bir anons etdik. Amma qalanını yaxında konsertdə çox az qalmış bir daha anons edərik. Hələlik isə Üzeyir musiqisi də gəlsin. Ən böyük bizim onun ruhu qarşısında borcumuzu yerinə yetirmək odur ki, onun musiqisini yaşatmaq, səsləndirmək, ifa etmək. Və o da sizin çiyinlərinizə düşən bir missiya.
Canlı özü də. Bəli, Bundan gözəl nə ola bilər? Buyurun, söz sizdədir. Söz musiqidə və kamançada əlbəttə ki, bizim milli musiqimiz və müşayiət isə Yusufdan nağarada olacaq. Buyurun, trio şəklindədir kamançalar.
hazırlanmış Bir özü də gözü, bir bəli. kompozisiyadır. Yəni onu da söyləyək, xüsusi olaraq, xüsusi olaraq sənətin səsi verilişi üçün Dalğa FM üçün və bizi dinləməkdə davam edirsiniz. Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun birgə layihəsi olaraq biz də hər zaman bax bu cür sənətkarlarımızın yaradıcılıqlarına müraciət edirik və əlbəttə ki, verilişimizin bir amalı, bir məqsədi bu cür sənətkarlara və musiqimizə, sənətə xidmət etmək. Necə ki, bunu Fəridə xanım edir. Uzun illərdir ki, sənətə böyük töhfələr verib və maraqlı bir kompozisiyada keçidlər, orada improvizələr, nə bilim, modulyasiyalar hiss etdim. Ay maşallah. Tutdum onu, o məqamları. İstərdim o xırdalayasınız onu. Gördünüz, heç hiss olundu ki, yəni mən Çox belə- yəni o qədər bu insanın duhasında Bəli. Azərbaycan musiqisinin nəbzi vurur ki, mən hətta bunu ifa eləyəndə onlar elə bilirlər ki, Üzeyir bəy yazıb bunu. Halbuki Lalə rəqsini mən onun Rəqsi salmısınız, rəqsi bəli. içində olaraq görün nə qədər bir möhtəşəm bir şey. Möhtəşəm. Aşım Alanan operasının müqəddiməsi ilə Lalə musiqisi elə bil ki bir çələngdir. Elə bil ki heç o qədər bir-biri ilə yaxındır ki, Bəli. mən bəzən mənə elə gəlir ki, deyirəm bunu da Üzeyir Hacıbəyev yazıb. Amma xalq musiqisinin qaynaqlarını o qədər biruzə necə deyim, onu akademikləşdirdi Bəli, bəli. və Azərbaycan musiqisini səviyyəsini o qədər 38-ci ildə bilirsiniz ki, Bəli. xalq çalğı alətləri orkestrini yaratdı Yaratmışdı. və orada artıq peşəkar musiqiçilərimiz yetişdi. Bu peşəkar musiqiçilərin boynuna düşür ki, bax bu insanın bütün yaradıcılığında o özəllikləri, o incəlikləri açıb uşaqlara mən nə üçün bir saat Bəli. getmir bizim dərsimiz? Onları açdıqca onlar da həvəslənirlər. Bilirsiniz, mən deyərdim ki, bəzən deyirlər ki, məhəbbət, dünyanın əlifbası məhəbbətdir. Amma mən deyərdim Azərbaycan musiqisinin əlifbası Üzeyir bəy. Bəli. Bəli, elədir. Həqiqətən elə. Çünki Azərbaycan musiqisinin elə peşəkar musiqisinin həm banisidir, həm o Azərbaycan bəstəkarlıq məktəbindən istər xalq çalğı alətləri olsun, istər digər əsər sənət janrları olsun və o sırf Avropa musiqisi ilə Azərbaycan milli musiqimizi, muğamımızı birləşdirərək o zaman yaratmışdı Bəli, o siz vəhdəti. bayaqlarım nədir? Fərhad Bədəlbəyinin Bəli. bir sözünü işlətdiniz. Bu yaxında bir forumda mən çıxış biz Üzeyir Hacıbəyevə həsr olmuş gözəl bir Gülstan sarayında forum keçirildi və orada çıxdı bir böyük söz dedi. Dedi ki, Azərbaycan musiqisinin əstağfurullah peyğəmbəri Üzeyir Hacıbəyevdir. Bu bilirsiniz nə deməkdir? Bəli. Bu nidaların nidasıdır. Bəli, Artıq- bundan o təsi yoxdur. Əlbəttə, bu belədir. Üzeyir musiqisini yaşatmaq əlbəttə ki, hər bir musiqiçinin missiyasıdır, mənəvi borcudur və onu gələcək nəsillərə bax, bu gün tələbələrinizə aşılayırsınız. Məhz onun sənətini, onun əsərlərini, musiqilərini və vaxtımız daralır, vaxtımız azalır. Çox təəssüf ki, bəli. Amma istərdik ki, bir qədər bax gələcək planlardan, arzularınızdan da danışasınız. Çünki tələbəlik, gənclik dövrü elədir ki, insan yaşayıb yaratmaq istəyir. Yeni ideyalar, planlar, arzular çoxdur. Bax artıq bir konsertin öhdəsindən demək olar gəlmisiniz. Planınız nədir? Məsələn, Fəridə xanım zamanında bir çox ilklərə də imza atmışdı. Xanımlardan ibarət bir üçlü yaratmışdınız. Bizim gözəl sənətkarlarımızla çalışmısınız. Gülyaz xanımla, Səkinə xanımla, Allah can sağlığı versin. Onlar da bizim ustadlarımızdır. Onları da bax müəllimlər günü münasibətilə bir daha təbrik edirik. Çünki bayram günlərində də əlaqə yaratmışdıq. Bu bizim borcumuzdur. Təbrik etmək. Məsələn, bir yenilik gətirmək, sənətə seçilmək üçün mütləq ki, bir yenilik etmək lazımdır. Nədir məsələn sizin arzunuz bundan sonra, məqsədiniz sənətdə, amalınız? Buyurun Eləm Əleykə, sizdən də işləyək. Mənim gələcək planlarım daha çox pedaqoji yöndədir. Pedaqoji fəaliyyətə. Bəli, bəli. Mən bu sənətə daha çox atamın muğama, musiqiyə olan sevgisinə görə gəlmişəm, məşğuliyyət kimi. Amma Fəridə müəllim mənə o qədər sevdirdi ki, bu aləti, bu musiqini mən bunu davam etdirdim. Atanızın sevgisi ilə musiqiyə. Bəli, bəli. Atam məni bu sırf kamança yönəldi. Və çox nadir hallarda bax bunu eşitmək nə xoş, çünki adətən eşidirik ki, atalar icazə vermirlər ay musiqi ilə məşğul olmaq, amma
əksinə olur. Tam əksinə bu çox sevindiricidir. Bu Bəli. bizim qızlarımıza bir mesaj olsun. Muğamı çox sevir, indilərdə Ay də nə dinləyir gözəl. çox-çox. Salamlarımızı göndərin. Çox sağ olun, Valideynləriniz sağ olsun ki, bax sizi belə bir gözəl yönləndirməyi bacarıblar. Bəli. Əslində başqa sahəyə də gedə bilərdim. Mən Bəli. amma Fərdəmə məni buranı elə sevdirdi ki, elə burada da qaldı. Mümkün deyil ayrılmaq. Bəli, bəli. Onun bir Ona sözü görə- var, Aha. ekranda deyib, qoy deyim ki, qoy. Bəli. Necə demişdin onu? Demişdim ki, mən Fərdi Məmmənin yanında artıq 13 ildir ki, bir sinifdəyik. Mənə dərs deyir və ilmə bütün zəhmətini üzərimdə işləyir. Əslində bu adi bir söz deyil. Çünki bir xalçanı toxuyanda onu nə qədər qəşəng, gözəl almağını istəyirsinizsə, ilmə hər ilməsində zamanınızı sərf etməlisiniz. Müəllimə sözün əsl mənasında bunu mənim üzərimdə edib Ay, çalışıb. Mən ilk bəli. musiqiyə O söz məni başlayanda ağlatmışdı. Bəli. bəli, mənim sulxum çox zəif idi. Kamança aləti də elə bir şeydir ki, pərdələr yoxdur. Eşitmə qabiliyyəti çox güclü olmalıdır. Bu müəllimə mənim üzərimdə o qədər əziyyət çəkib, biz səsləri Suxumu bir-bir heç kəs açıb. görə bilmirdi, amma mən onun içindən Siz onu heç Bəli, sevdiniz, o bəli, potensialı bəli, onda bəli. gördünüz və üzə çıxardınız. Bəli, bəli. Pedaqoji demək ki, gələcəyin Bəli, həm də bir tələbələr, pedaqoq müəllimə kimi kimi necə tələbələr yetişdirir. yetişdirəcəksiniz. Bəli. Gələcəyin ustadı olacaq. Məlikə İnşallah. xanım, Çox əlbəttə sağ olun, ki, çox sağ olun. bunu arzu edirik sizə və sizi də eşidək. Sizin də arzularınız sənətlə, kamanla bağlı. Mən bildiyiniz kimi müəllimə də bayaq sağ olsun dedi, pedaqoji fəaliyyətlə məşğulam illərdir. Aha. Amma mən gözümü tikmişəm müəllimənin əlinə. Qulağımı da onun sözlərinə. Aha. Müəllimənin çox böyük inşallah gələcəkdə, yəni bizimlə birgə planları var. Bəli, İndi bəli, təbii bəli. ki, inşallah həyata keçsin, daha İnşallah, yaxşı olar. bəli. Qabaqcadan biraz İnşallah. açıqlama verməyə. Çox gözəl planlarımız var, çox gözəl konsertlərimiz var, səfərlərimiz var. İnşallah ki, gözləyirik. Nə vaxt müəllimə bir dənə hazırıq desə, Startdasınız. bəli, startda. İndi bu dəqiqə bilirsiniz ki, kollokviumlar ərəfəsidir. Yəni Bəli. hər ay biz imtahan kimi veririk onu, ta ki Aha. yarım illik imtahanlara qədər. Bəli. Onu hazırlaşan kimi müəllimə start verir məşqlərə. İlk işimiz səhər saat 9-dan axşam saat 4-ə 5-ə kimi müəllimənin yanında olmaqdır. Müəllimin də Sıx istəyi yaradacaq. nədir? Bax ustadın da, müəllimin də istəyi nədir ki, onlar tələbələri hər zaman bax belə hazırlıqlı olsunlar və həm də onu motivasiya edən, onu ruhlandıran sizsiniz Fəridə xanım. Bayaq efirə biz hazırlaşarkən artıq saniyələr qalmışdı, dəqiqələr qalmışdı. Fəridə xanım o maraqlı bir əhval yaradır. Deyir, daha gözəl əhvala köklənin, qəşəng əhvala yüklənin. Burada bir musiqi də gedirdi Dalğa FM-də. O musiqinin sədaları altında həm ifa edirlər, həm rəqs edirlər, həm oxuyurlar. Yəni insan orkestri Səhər məni qorxusu bu qız. keçmiş Davlenici olsun, düşüb, hə, bəli, onu da eşitdik. Həm həkim oldum, həm ana oldum, həm Anasız, nə bilim. bəli. Çətin ona görə deyirlər, çətin peşədir. Bəli, Amma çox. ən müqəddəs peşədir. Müəllimlik, ustadlıq və həm də ki sənətkar olmaq da sənətə gəlmək olar, amma sənətkar Amma olmaq hər kəsə nəsib olmayan bir Mən bir şey xoşbəxtlikdir. də qeyd edim, üzr istəyirəm. Bəli, Yəni buyurun. mənim bunu borcumdur. Əgər biz Üzeyir bəyin qoyduğu yolun heç olmaz insanlıq yolunu deyirəm. Biz o dünyaya aparacağımız bizim sənətimiz deyil, bizim əməllərimiz. Bəli. Əgər bu günlərim mənim tələbələrimin hamısı mənə rəhmət oxuya bilirsə, yəni ki, onu qazana bilirəmsə, ürəklə, yəni ki, bilirsiniz də özünüz. Əlbəttə. O mənim bugünkü qazancımdır. Əgər hər bir insan bugünkü gündə bilsə ki, hardan gəlib hara gedir, torpaqdan yaranmışıq, torpağa da gedəcək. İnanın ki, heç vaxtı pislik adında bir şey qəlbində ola bilməz. Bəli, bəli. Bir qəlbdə ki, məhəbbəti daşımaq olmaz. Ya dünyavi eşq olmalıdır, ya da axirət eşq. Çünki biz necə ki ana bətnində olanda ona deyilib ki, sən bir dünyaya gələcəksən, ağzından yeyəcəksən, o onda inanmır dedi. Gəlib bu dünyaya düşdüyü kimi, eləcə də bütün bizim bilirsiniz ki, istəyir Nobel mükafatlı laureatları ki var ki, onlar insanın yaranmasını deyir, mən əgər Quranı biraz əvvəldən oxusaydım, mən belə Nobel mükafatını neçə il bundan qabaq alardım. Ona görə hər bu gün şeyin başlanğıcı da, hər Bəli. şeyin sonu da bizim müqəddəs müqəddəs, yəni mən demək istəyirəm ki, əgər bugünkü gündə əməllərimizlə biz o dünyaya gedəndə həqiqətən də istəyir Yusif olsun, istəyir digər tələbələr, nə qədər ki tələbələrimiz var, onların qəlbində bir taxt qura biliriksə, bax mən dünyanın ən varlı dövlətli insanıyam.
Mənə Ay, bundan gözəl sözlər. Məncə buna alqış düşür. Bu sözlərə alqışlayırıq sizi. Fərdə xanım, var olasınız. Yaşayın, yaradın, yetişdirin və töhfələr verin sənətə. Siz həm ifaçılığınızla, həm müəllimliklə, ustadlığınızla əlbəttə ki, sənətimizə uzun illərdir xidmət edirsiniz və bundan sonra da bilirik ki, edəcəksiniz. İcazənizlə, amma bir dənə Estağfurullah. tələbələrim mənim demədi, mən dərsdə necə oluram. Tamam başqa bir adam olur. Heç onu demədilər. Əslində soruşduq necəydiniz Demədilər. Fərdə xanım, amma Mən dedim- demədilər. Mən dedim qaçarlar məndən. Mən bir söz Sərt olursunuz. Çox mən. Onu mütləq biz də Fərdə xanımın bir dərsinə də gələrik. Mütləq. Əyləşərik mütləq, çünki maraqlıdır ki, sonuçda bax Onu bu cür- Yusif görüb qəşəng. Aa. Yusif kənardan bir dinləyici ki, mən dərsdə, iş başında inanın ki, bu Bəli. düyünüm var ha, bu Aha. alnımın düyünü açılmır. O ki, əmələ gətirirəm o istədiyim bir şey. Ondan sonra olan bunlarla. Əslində belə də olmalıdır. Siz bunun əlbəttə ki, tələbələr bunu illər sonra anlayacaq ki, Mən elə o bildim, ondan tələbkarlığınız da, zəhimlilik İcazə də, versəniz, aha, çox Mən qısa. bir söz deyim də sizə. Mən görürəm müəllimən burasını Aha. düyün olduğunu. Amma inanın ki, o burada qalır. Bura vermir onu. Elə olsa biz Bəli. bir dəqiqədə onun yanında qala bilmərik. Qaçmağa fürsət Elə axtararıq. olmalıdır. Müəllim tələbkar olmalıdır. Var Təbii olasınız. ki, təbii ki, elə olmasa Bəli, bu olmaz. Bəli. söhbətlər əlbəttə ki bitmir, amma çox təəssüf ki bizim verilişə ayrılan efir vaxtı sona çatmaq üzrədir, amma qısa bir aradan sonra son ifadə Fərdə xanımdan olacaq. Möhtəşəm bir vətənpərvər ruhda, gözəl bir kompozisiya, tələbələrə uğurlar. Fərdə Çox sağ xanım sizə olun, çox təşəkkür sağ edirəm. olun. Var olasınız. Mən təşəkkür edirəm bu gözəl Minnətdaram. verilişi üçün. Çox sağ olun. Verilişimizi Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarından və bütün musiqi platformalarından da dinləmək mümkündür. Yeni həftəyə bax belə gözəl bir ab-hava ilə başladıq və sizə də gözəl həftə arzu edirik.